gör kim kimə paxıllıq eləyir. Bu deyir, izləyicilərim hələ düzəldir deyir, gözəllik səndə. Siz toylar kraliçasınız. Öpürəm sizi. Adam hər işini pulla görür. Əlbəttə. Ona söz atdı, buna söz atdı. Axır özünə müğənnə dedirdi. İndi aparıcılar var. Birinə gecə ilə 5000 vermişdi ki, bir adam ki, mən gecə efirə çıxart, səhər tezdən efirə çıxart. Adam çıxartdı bunu, vəziyyətin özdə pis vaxtında. Adamın həmin dəqiqə verilişini bağladılar, dedilər, di get. İndi bu birisini də baya çatdıracaq. İnsanlıq, əlbəttə, insanlıq olmalıdır. Evimdə oturmuşam, mənim quyruğumu niyə tapdalayırsan? Ona görə də sən bilmirsən ki, afətin dilinə düşdünsə, səni heç fələk də afətin əlindən alamayacaq. Yazığı şeylədi, baya çatdırdı. Və sən onu ora çıxardıb hər dəqiqə afəti orada alçaltmaq fikri ilə onu çıxardıb ağzına gələni deyəndə. Bilmirdin ki, o gözəl Allah, o gözə görünməz Allah. Çandrika Ayravani. Getdi dostlar. Səviyyəsiz verilişlər elə getdi, canınız qutardı. İndi bir iki şey var, ora rəml atıblar. İndi üzümü tuturam aidiyyatı qurumlara ki, bir baxın görün. Hansı efirdə yenə əyaq açıblar. Sənəti olmayanlar, əxlaqı olmayanlar, yaxında deyəcəm. Hamısı deyir, İlyasın kafesindədir. Haradır ki ora? Hə, efir düzəlib. Afət xanım, insansan, Allah'a gör. Ay canım. Mən sizə bir söz deyim. Gör, mənim başqa kimləsə işim var. Mən durduğum yerdə mənim quyruğumu tapdalamaq olmaz. Mən evimdə oturmuşam. Get, topunu o yanda oyna. 2 dəfə dinlədim. Öpürəm sizi. Partladım paxılınacı. Altına da təq eləyin onu. Mən bloka atıb qorxusundan qabağına çıxmayayım deyə. Yox canım, Ayka xanım, Rusiyadan çıxa bilmirəm. Nəyə ki, Bakıya gəlmək. Rusiyadan iş gör, Qazaxstana gələ bilirəm ki. Gürcüstana gələ bilirəm ki. Rusiyadan çıxışma stop qoyulub şey. Mamed elə bir restoran bir işi var, nəsə sənəd işi. Onu eləməyib, restoran da mənim adıma. Siz deyəsən təzə qoşulmusunuz. Tak ki, Rusiyadan çıxışma stop qoyulub. Sonra kim dedi, kim? Nurexvan, o kimdir ki? Müşməyli adam tanımıram canım. Eyni sözü yazır ki, Nurexvan, qoy onu blok eləyim. Bir komenti 50 dəfə yazır ki, sən qal orada, ora sənə yaraşır. Yox, cinayət deyil Arif bəy, mülki məsələdir. Restoranın, nə bilim, sosial nəsə bir məsələsi var. Onu ödəməyib. Elə bil 200-300 manatlıq, yoxsa zibil puludur, nədir bilmirəm, yığılıb. 200-300 manatlıq işdir. Bu da eləmir. Məsələ budur. Yox, mülki məsələdir. Çox sağ olun, öpürəm sizi. Canlını açdım ki, axırıncı videoma. Harada Ay Yemək kanalı? Zəminə xanım. Bilirəm. Arxaday portreti almışam, hə. Bakıda bir mağaza var, oradan gətirtmişəm. Saçınız nə qəşək. Qəşək gününüz olsun, ay Teymur bəy. Siz çox gözəl, sağ olun. Yaşamaq gözəldir. Kimdir ki, yaşamaq gözəldir profili? Mən görmürəm onu, canım. Səni də blok eləyim, get. Özün istədin. Əhlibeyt aşıqı mənə bir sual ünvanlayıb. Canım mənim, vaxtında eləyib də, indi də növbə məndədir. Acəbəddə 4 yolda və özdə mən ad çəkib danışmıram özünüzdə. Mən özüm bilərəm. Mən deyirəm ki, fonoqramla oxuyanlar utansınlar. Siz niyə kiminsə adını burada yazırsınız ki? Mən deyirəm, fonoqramla xalqı alladıb, konsertim var deyib, konsert adı ilə sizi barmağına dolayanlara ar olsun. Mən səhv deyirəm, ay dostlar. Mən sənin
belə deyim ki, fikrimlə durub oturmuram ki, mənim özümün ağlım var, gözüm görür, ağlım kəsir. Deyirəm ki, fonogram oxuyub mənim izləyicilərimi alladanlara ayıb olsun. Bu deyir, Jasmina deyir, düz deyirsən, düz deyirsən. Belə hünərlisən, ad çək. İzləyicilərim çəkir. Ay dostlar, fonoqramla cəmaatı alladıb konsert eləyirəm deyənlərin adını yazın görüm. Konserti deyir, ucuzlaşdırırlar. Hə, indi efirdən keçdilər konsert salonlarına. Buradan müraciət edirəm. Aidiyyatı qurumlar, görün konsert salonları nə gündədir ki, hər yoldan keçən, oxuya bilməyən gedir, pulunu verir, şəklini çəkdirir, konsert edirəm deyir. Öpürəm sizi. Fonoqramla konsert verən, çox düz deyirsiniz, çox sağ olun, çox sağ olun. Xalq bilir də kimdir. Kimlər fonoqramla konsert verirəm deyirsə, o. Və salam, canlımı açdım ki, sizin üçün. Yo, mən fonoqram oxumuram canım. Yox, Novostroykada qalıram canım. Mən heç dünyanın düz vaxtı Xruşovkada qalmamışım. Mənim ürəyim sıxılır. Mən yaşayan binada 4 lift olmasa qala bilmirəm. Adı opera studiyası. Da o vaxtki opera studiyası deyil. Ora biri yazıb opera studiyası. Bu zamanada toyda deyirsinizlə olmuşam. İndi də adı bilmirəm elədimi, amma vaxt var idi opera studiyasında əsl sənətkarlar konsert verirdi. Bu gün mən şoka düşmüşəm ki, necə bu opera studiyasında meyxanaçılar zadlar, elə kim gəldi fonoqramla konsert verirlər. Bizdə 33 mərtəbələrdir ona görə. 4 liftimiz var, hə. 2 mərtəbə də qarajımız var. User, hə, gələ bilmirəm canım, çünki Mamet çıxışıma şey qoyub, restoranı keçirdi adıma, məni bəlaya salıb. Hə, ölmüşəm gülməkdən. Dört lifti nə edirsən? Ay canım, meşgör çatır mı? Burada 33 mərtəbədir, 4 lift belə güclə çatır. Mən arıqlamaq üçün piyada qalxıb düşürəm, amma əlimdə bir dənə 5 olur da. Təzə yeznə var, var, söhbətlər var. Darıxmırsınız, mən Bakıda da tək yaşayırdım. Qohum əqraba ancaq problemdir sənə, ancaq. O deyir ver, bu deyir ver, bu deyir falan problem, o deyir falan. Bezmişəm problemlə. Yaşamaq istəyirəm. Neçənci mərtəbədir? 7-dir, obyektlə 8. Burada adam darıxmır ki, yox, ağlınız getməsin başqa yerə. Burada adam darıxmır, eşgör gün çatır. Bir dənə qar yağıb dostlar. Bir qar yağıb, dəhşət. Buna bax, indi çəkdim, görün bu telefonumda adımı. Deyəsən yox, sizlə danışdığım telefondadır. Çöldə bir qar yağıb. Biraz kilo almışam. Ağ geyimdə ona görə. Sabah gör necə arıq qız olacam. Ucardan Məlahət salamlayıram. Təzə yeznə var Şəmkirli. Yox canım, Şəmkirli deyil. Bu dəfəki Gürcistanlıdır. Yaxında az qalıb. Bir məsələ var, onu gözləyirəm. Qoy qüvvəyə minsin. Elə xəbərlər, darıxıram, darıxıram. Operada Leyla Rəhimova. Leyla başqa, Leyla sənətkardır. Çinarə oxudu, sənətkardır. Alma xanım sənətkar. Alma xanım Heydər Əliyevanla sarayda konsert verdi, sənətkardır. Sevda xanım, yox gələmirəm. Buradan çıxışma stop qoyublar. Sən deyəsən təzə fanatımsan. Yox, ay sağ ol. Suyunuz gəldi. Mənim bir qonşum var orada. Deyir 7 gündür suyumuz yoxdur. Allah kömək olsun. Əvvəl səni sevmirdim çünki daşım bütün toylarda sənə. Sənin yoldaşım mənim qardaşım. Ağlın getməsin bic doğana. Kimisə ərindən bizə nə? Bizim öz, yəni ailəmiz, işimiz, gücümüz.
Bizi başqalarına səhv salmır. Ona görə mən əsəbləşirəm də. Yoldaşın sizinlə... Mənim yoldaşım işin içindədir də. Bilir ki, onun həyat yoldaşı oturduğu yerdə nəsə danışmaz. Значит, покажи окно, снег. Хорошо. Görüm çöl qaranlıqdır. Ay Allah. Görüm görünəcək, yoxsa işığı yandırmış olarlar. Ay dostlar. Ay ama görürsüz qarı. Qarı görürsüz. Bayaqdan yağırdı, indi dayandı. Qar görsənir dostlar. Bu nədir? Bu nədir? Bu nədir çevir? Bu nədir çevir? Bu bunların içində. Görürsünüz. Bu da bizim gün neçə mərtəbədir? 33. Dəhşət. Dı, üşüdüm. Oy. Qış təzdən qayıtdı. Ay. Yazın görüm. Vay vay. Ne yazdınız? Ay Allah. Nailə xanım aç toyuq yuxusunda həmişə darı görür. Amma sizi qınamıram. Elə adamları görmüsünüz ki, layiq olmadığı yerdə nə desən çıxar, nə desən çıxar. İndi yağır qar, yox dayandı, bayaqdan yağırdı. Yox, mən ancaq Mamet üçün darıxıram, başqa adam üçün darıxmıram. Sizdən qorxuram, niyə canım? Eta Moskvada. Acıq niyə? Конечно, öz evimdə canım. Qırmızı pərdə mənə ruh verir. Ermitajdır da, Louvre saraydır. Fransada Louvre'da muzeydə olmuşsunuz. Mən muzey ilə düzəldirəm evi. İkra çox yedim bu aralar, ona görə kökəltdi məni. Təzələn. Mamet gəlir də, yoldadır. Kişi bu vaxt evdən neynəsin? 8-i keçəndən sonra hər bir saat üçün $100 alıram Mametdən. İstəyir səhərə qədər gəlməsin, şotçik işləyir. Yo, niyə kvartirant canım? Mən özüm kvartirant ev verirəm, narahat olmayın. Vallahi. Bir belə toy oxuyuram, bəs nə edirəm? Füzuliyə də salamlar, ay Mobil bəy, var olun. Mənə borç vermək düşmür, ay Ruslan bəy, yox. Rozum kəsilir həmin dəqiqə. Hazır cavabsan deyir. Əlbəttə. Neçə evim var, sayını itirmişəm, bilmirəm. Gözə gələrəm. Ya bir dənədir, ya yarım dənə. Ev zadına çadır qrup yaşayırıq. Hansı konsert ay? 24. Yalan demə, Ofeliya qardaşı rəhmətə getdi. Vay 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 vay. Bax, həyat budur, bax. Qırırsınız bir-birinizi. Utanmırsınız, ay dalaşanlar. Konsert görmədim axı. Mən fonoqrama konsert demirəm. Siz konsertimdən yazın, konserti bəyəndiniz. Günah xanım, paxıl sənin gününə düşsün. Avropada yaşayır. Ay balama nə alım? Onlar xaricdə yaşayırlar. Yazıları niyə oxumursan? Valla nəyi oxuyuram? Bu sən dalaşan deyilsən. Yox canım, mən kim mənə söz atır onunla dalaşıram. Rəna Qüseynova, niyə gəlmirəm? Allah oğlunuza belə xeyirli, gözəl qismət yazsın. Toyunu da mən oxuyum. Belə ürəklə, yüksək enerji ilə. Heç məni çağırmasaz da gözəl, namuslu, qeyrətli oxuyan çağırın ki, xeyir duanı başı bütöv xanım versin. Vicdoğan yox.
Niyə pulu aldığı Fədaya özü elə deyirdi. Öz yerləri dərk elib deyirdi. Mənim pulumu verə bilməyən adam olar. Gəl artıq gətirdi, verdi. Biraz insandır da, pulu tam sayı baxırdı, haqq hesabını eləyib gətirib verir. Onlar deməmişdi ki, pulu vermirik. Mən orada Fədaya da deyirəm də, deyirəm ay Fədaya, sən bunu belə deyirsən, bəzi tupoylar elə biləcək düz deyirsən. İndi yaxında yenə oradayam. Bəyənməsələr çağıralar. Yaxında Allah haqqı, çox yaxında oradayam. Həmin yerdə. Bu səfər tək gedirəm, bəli. Orada indən sonra 3 toyum var. Mən hələ bu qədər toy oxuyuram. Hələ elə şey olmayıb ki, kimsə mənə oxusun, pulumu verməsin. Mümkün deyil. Hər toyun axırında deyiblər ki, ana südü kimi haqqını halal xoşun olsun. Bir də ki, o adamlar elə adamlar deyildi ki, prosta mən orada acıqlandığım odur ki, mən niyə oturmalıyam, bu boyda gözləməliyəm. Mən, yoxsa ki, pul vermirəm söhbəti yox idi orada. Akifə xanım, конечно. Körsən, ay Akifə. Alizadə səni yandırar, vallahi məni yandırmaz. Niyə yandırsın ki? Zeynəb Xanlarova oxuyur, dünyanın xoşbəxti. Mənəm dünyada. Rəyana Qüseynova, böyük oğlumun deyir toyunda. Sən oxumusan. Sabah bizim toyda. O, Mahir bəy, Allah xoşbəxt eləsin. Sabah sizin toyu dağıdacaq da, partladacaq. Bütün Moskva toydan danışacaq. Çox sağ olun. Şov biznesdə deyir, başı bütöv adam azdır. Elə də canım, bu belələri adımızı batırır da, neyniyək? Çox gözəl, sağ olun. Talışlar sizi çox istəyir. O, Lənkərandan Vasif usta. Mən də talışlar çox istəyirəm. Hansı rayondasınız ki? Deyirsiniz bizim rayonun. Məmmədova adına yazan da ağzəl göz çaşdı. Vallah billah. Az şey olmur bu, əl çəkmir bizdən. Bilirəm Lala, bilirəm. Emin bəy sağ olun. Ruslan bəylər sağ olun, çox sağ olun. Haqqı deyən sağ olun. Bir xanım var, Instagramda mənə ancaq videolarım altda yazır. Məni TikTokda blokdan çıxart. Deyirəm, sən orada yəqin Nito şey yazmısan ki, səni mən blok... Sağ olayım, Mahir, var ol, var ol. Hədiyəni xərcləmə, səhər toyda xərcləyərsən. Can, toy olmur. Adətən 4-cü gün Rusiyada toy olmur. 5-6 ən çox toyun olan vaxtıdır. Məndə 5-6 bazar. Yox, hər şeydə ağzı ərinin sezonu bitib, ümumiyyətlə yoxdur. Niyə oxumursan? Nəyi ay canım? Hə, bu qadın deyir, məni çıxart blokdan. Deyirəm, ay xanım, bloka atılan çıxmır da. Sən yəqin təhqir yazmışsan. Durduğun yerdə biz səninlə nə qəsd qərəzliyimiz var ki, biz səni bloka ataq. Neysə belə. Dostlar, axırıncı videoma xahiş edirəm. İndi mən sağollaşacağım sizinlə. 10 dəqiqəlik bir məclis var. Ora getməliyəm. Onun yarısı orada olmalıyam. Tez bazar hazırlaşım, çıxım, qaçım yaxında. Oradan da canlılaşacağım. Bir dənə xahişim odur ki, axırıncı fortepianoda canlı oxumağımın altına yazın ki, yaxşıdırsa yaxşı, pisdirsə pis. Yaxşıdırsa yazın ki, konsert belə olar, canlı-canlı. Fonogram konsert verənlər buna baxıb utansın. Bunu yazın, bəs eləyir. Hələ taq eləyin o fonogram oxuyanları da ora. Öpürəm sizi, gecəniz xeyrə, hələlik sağ olun.